Patrul polisi Tbilisidə iki şəxsi 1984-cü il təvəllüdlü VQ və 1969-cu il təvəllüdlü KS-ni qanunsuz silah-sursat saxlama ittihamı ilə saxlayıbdır. Avtomobillərdə aparılan axtarış zamanı odlu silahlar və patronlar aşkarlanıbdır. Cinayət 7 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə aparılır. İmereti polisi 2003-cü il təvəllüdlü NK-nı külli miqdarda metadon saxlamaya görə saxlayıbdır. Şübhəlinin üzərindən və göstərdiyi ünvanlarda aparılan axtarışda 32 bükümdə qablaşdırılmış narkotik götürülübdür. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. İstintaq 260-cı və 260.1-ci maddələri ilə aparılır. İmeretidə 1957-ci il təvəllüdlü M.M. qanunsuz silah saxlama ittihamı ilə saxlanılıbdır. Onun evində avtomatibli silah, ov tüfəngi və 152 patron maddi sübut kimi götürülübdür. Cinayət 6 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Interpolun qırmızı xətti ilə axtarışda olan Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü E.D. Kabuletidə saxlanılıbdır. O, Türkiyədə qəsdən adam öldürmə və sağlamlığa qəsdən zərər vurma ittihamı ilə beynəlxalq axtarışda olubdur. Hazırda ekstradisiya öncəsi prosedurlar həyata keçirilir. Xaçuridə 2006-cı il təvəllüdlü İQ nəqliyyat vasitəsinin oğurlama ittihamı ilə saxlanılıbdır. O, bir vətəndaşa məxsus mikroavtobusu qanunsuz ələ keçirərək hadisə yerindən uzaqlaşıbdır. Polis qısa müddətdə şübhəlinin kimliyini müəyyən edib və onu saxlayıbdır. Cinayət 7 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə davam edir. Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamenti Gürcüstanda yaşayış icazəsi almaq istəyən 16 Türkiyə vətəndaşı üçün saxta sənədləri hazırlayan 4 nəfəri ifşa edibdir. Onların müxtəlif şirkət rəhbərlərinin məlumatlarından istifadə edərək Türkiyə vətəndaşları üçün saxta əmlak müqavilələri tərtib etdikləri müəyyən edilibdir. Şübhəlilər mühasib, tərcüməçi və başqa vəzifələrdə çalışan şəxslərdir. Onlara qarşı Cinayət Məcəlləsinin 362-ci maddəsi ilə ittiham irəli sürülübdür. Maddə 3 ilədək həbs cəzasını nəzərdə tutur.